Bu bizdə bilirsiniz də, hamam otağında olan şeydir, xarab olubdur. Çox vaxt bu xarab olanda bunu tullayırlar. Əvvəllə mən də tullayırdım, gedirdi. Amma təmir olmağı mümkündür, öz desəndən çətin də bir şey deyil. Kimsə deyə bilər ki, mən belə iş görməmişəm, bacarmıram, tullayım, qiymət nədir ki, gedin təzəsini alın. Amma yox, əl qatsan mümkün olur. Yəni, bu da qəliz deyil, də onu göstərmək istəyirəm ki, necə düzəltmək olar. Amma bunu biraz salırsan içəri, içəri salırsan. İçəri salar bunun arasına. Görünür yəqin ki, necə eləyəcəm. Aralıysan biraz. Biraz aralamaq lazımdır. Buradan aralıysan. Biraz oradan, biraz buradan. Torpayla kömək edirsən. Sonra çıxmalıdır. Biraz da şeydir. Çıxmalıdır buradan. İçində nəzik şlankdır. Ben çıxardım, göstərim bunu. Böyle bir nəzik şlankdır. Yani buradan görsən, mesela xət var, xətdən də yarılıb kəsilir. Elə həmin yerdən də kəsib atmaq lazımdır. Oradan kəsib oradan. Görüşənir də yəqin ki, ya. Sərgənlə düz kəssin, atdığın tərəfə. Sonra bir kəsə çıxaraq qulluqla geçsin. Belə. Şimdi qatar salarıq yerinə. Rahatlıqla girsin ki, işləmiş lamp ucu təmir olunur birinci dəfə. Bir müddət işləyir də, təzə kimi olmur. Təzə kimi də olar, bizdə davleniya çoxdur. Təzyiq çoxdur deyə ona görə cırılır onu. Amma beləsə saldım bura. Tam girməsi də olar. Yerinə bağlında tam oturacaq. Bax, belə. Əssalam. Bunu da qoydun yerinə. İstifadəyə hazırdır. Bax, göstərməm orada necə işləyəcək, əvvəlki kimi də işləyəcək.